Salam dostlar, necəsiniz? Bunlar mənim kalonşalarımdır. Xeyli vaxt açıblar. Dedim sizinlə də bir paylaşım. Siz də bu gözəllikləri görəsiniz. Baxın belə qırmızıdır. Bu da tumurcuqdadır. İnşallah bu da açacaq. Neçə yerdə baxın tumurcuqluyub. Burada da qırmızıdır. Yıldız kalonşa deyirlər buna məncə. Necə gözəldir. Dostlar, kalonşa bilgi vermək istəyirəm haqqında deməli. Bunu torpağı quruduqca, dostlar, baxın mən indi bunları yağış suyu ilə aparıb sulayacağam. Daş kimidir bu. Qupqurudur. Bunun torpağı quruduqca su veririk. Baxın bu da belə çoxdan çiçək açıblar, uje solurlar. Çiçək açanda da buradan indi qayçı yoxdur əlimdə. Bilmirəm qırılacaq yoxsa yox. Bax buradan düz burasından. Bu aşağı hissəsindən 2 yarpaqdan aşağı qırırıq. Qayçı ilə kəsirik, yəni belə qırılmır. Qayçı ilə kəsirik, oradan yenidən yarpaq verəcək. Bunlara mən nə elədim? Çiçək açması üçün dostlar. Deməli, mənim kalonşalarım demək olar ki, illərdir. Sözün düzü, nə yalan deyim, çiçək açmırdı. Bir dəfə alanda çiçəyin görmüşdüm. Yəni 2 kalonşa almışdım. Bunların hamısını çoxaltmışam. İkisini sonra yayda gördüm ölürlər. Onları gençləşdirdim, yenidən əkdim. Sonra bunları qoydum kölgədə, yay boyu ağacın kölgəsində su verirdim. Yarı kölgə yerdə. Sonra nə elədim? Qaldılar axşamı qaranlıqda, bütün gecəni qalırdılar orada qaranlıqda. Sonra bunlara çayın deməli axşamdan qalan çayın dəmin diblərinə tökürəm. Sonra çayın özün çox gözəl, yəni ki, təsir eləyir çiçək açması üçün. Sonra kür vermişəm. Bir dəfə deməli yodlu kür verdim. Onu sizinlə paylaşmışdım. Yəni gerana vermişdim bunlara da. Deməli yodlu kürü bütün çiçəklərə baba gücü çatmayıb yəqin bu quruyub üstündə. Yodlu kür verdim. Sonra maya körü verdim. Unuduram deyən, yadıma salmağa çalışıram. Və burada da dostlar, baxın, bunları qayçı ilə kəsəcəm. Baxın, bunlar neçə dəfə paylaşmışdım bugün videosunu, short videosunu. Bunlar birini kəsmişim. Demək olar ki, qutarıb çiçəkləri. Ən əvvəl bu açmışdı. Maşallah, yarpağının böyüklüyünə baxırsınız dostlar. Bunu mən nə elədim? Bunların hamısını yayda gördüm ki, istidən ölürlər. Bunların hamısını qırdım, yenidən əkdim. Torpağını təzələdim, yenidən əkdim, bax belə oldular. Kalonşonun ən gözəl xeyir eləyən, deməli tez-tez bunları gəşləşdirəsən dostlar. Yəni insanlar hamısı öyrənirlər necə. Mən şəxsən özüm çiçək saxlaya təcrübələnirəm. Yəni o paylaşımlar edirlər. Onlar heç bir nəticəsini görmürəm. Yəni çiçək kanallarında görürsən paylaşırlar. Onlara da böyük hörmətim var. Amma çoxunun heç dedikləri, yəni heç biri düz çıxmır. Yəni onların dedikləri kimi də eləmişəm, düz çıxmır. Amma öz yöntəmimlə mən bunları belə çiçək açdırmışam. Bax belə, çox gözəldirlər. Yəni torpağın nə edəcəyik? Kalonşonun torpağı qurudursan su veririk. Torpağı quruduqca. Neçə gün, bəziləri soruşur, neçə gündən bir sulayır? Neçə gün yox. Torpağına baxırıq. Əgər torpağı qurudursa, onda bunlara su veririk. Bir dənə bundan da dostlar, keçənli bilirsiniz, çiçək saxlayanlar bilir ki, istilərdə çiçəklərin çoxu ölür. Mən bunun turuncusunu da almışdım. Sarısını da almışdım. Kalonşonun. Keçən bunlar öldülər. Turuncu da sarı da. Bu da ölmək üzrə idi. Bunları qırdım 2 dənə güclə. Bu 2 budağı xilas eləyə bildim. Bunu da dostlar belə əyilir. Heç demənəcə belədir. Forması belədir. Mən bunları qırdım düz olsun, amma təzədən belə sallandılar. Burada da 2 dənə başqa belə almışdım, paylaşmışam. Qəşəng açmışdılar. Bu da belə rozu və rəngə çalandı. Bax, buradan açmışdılar hərəsi bir çiçək. Yenə əkmişdim bunları. Bax, qırmışam çiçək yerin.
Baxırsınız, buradan yarpaqlar gəliblər. Bax, burada da, bunda da yarpaq gəlib. İndi bunlar inşallah böyüyəcək, bunları başqa qaba keçirəcəm. Bax, belə, bu ağ da çox gözəl görükür, qabı da yaşıl, çox qəşəng görükür. Burada da baxın, yanından da bir dənə tumurcuq gəlir, inşallah o da açar. Torpağı qurduqca su veririk dostlar. Sonra kürlərdən istifadə edib, maya kürü, yodlu kür, sonra çay, axşamdan qalmış çayın dəmin, çayın özün məsəl üçün qırıb belə şey eləyə bilərik. Burada da var dostlar, gücü çatmayıb, baxın. Quruyub onu da alaq, təmiz olsun çayımız. Çayın kürün veririk, çayın özün saxlayırıq. Məsəl üçün onlar belə şeylər eləməmək üçün. Portiş düş aşağı, Portiş düş aşağı. Orada çiçək şey görüb, Portiş ona baxara çıxıb. Orada ona baxın. Nəsə görüb, qurt görüb, neyniyib? Bu da mənim pişiyim Portağal. Düş aşağı gülüm, düş. Düş görüm, yıxılarsan. Düş gülüm. Düş, onu tuta bilməzsən sən. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Əgər kimsə başa düşmədisə, kiminsə nə sualı olsa, kommentlərdə yazar, cavab verərəm. Bugünkü videomda bura qədər olsun. Sağ olun. Yeni videolarda görüşərik inşallah.